Salam əziz izləyicilər, sizə Kenquru Riyaziyyat Olimpiyadasında düşə biləcək bir sualı izah edirəm. Deməli, deyilir ki, verilmiş qəpiklərdən hansının yerini dəyişsək, hər sütunda və hər sırada 2 qəpik olmasını təmin edə bilərik. Əvvəlcə baxırıq. Deməli, birinci sütunda 3 qəpiyimiz var. İkinci sütunda 1 qəpik var. Üçüncü sütunda 2 qəpik var. Dördüncü sütunda yenə 2 qəpik var. Beşinci sütunda da 2 qəpik var. İndi isə sıralara baxaq. Birinci sırada 2 qəpik var. İkinci sırada 2 qəpik var. Üçüncü sırada yenə 2 qəpik var. Dördüncü sırada 1 qəpik var. Beşinci sırada isə 1, 2, 3 qəpiyimiz var. Deməli, bizdə birinci sırada 3 qəpik var. Ancaq bizə verilən şərtdə deyilir ki, verilmiş qəpiklərdən hansının yerini dəyişsək, hər sütunda və hər sırada 2 qəpik olmasını təmin edə bilərik. Deməli, 2 qəpik saxlamalıyıq. Ancaq birinci sütunda 3 qəpik var, bir də 5-ci sırada 3 qəpiyimiz var. Deməli, bu sütundan və bu sıradan hansısa bir qəpiyi götürüb yerini dəyişməliyik ki, hər sırada və hər sütunda 2 qəpik olunmasını təmin edə bilək. Deməli, buradan baxırıq ki, A-nı çıxartsaq, əgər A-nı çıxartsaq, bəli, birinci sütunda 2 qəpiyimiz qalacaq. Ancaq 5-ci sırada yenə 3 qəpik qalacaq. Ona görə biz burada C-ni çıxardacaq. C, bu sütun və sıranın kəsişdiyi qəpikdir. Burada C. C-ni çıxardıb buradan götürsək, aparıb C-ni bura qoysaq, ikinci sütuna qoysaq. Niyə ikinci sütuna qoyduq? Çünki ikinci sütunda bir qəpiyimiz var idi. Və eyni zamanda bizim dördüncü sırada da bir qəpiyimiz var idi. C-ni qoymamışdan əvvəl. Deməli, C-ni gətirib bura qoysaq, yəni C-ni bu birinci sıradan və birinci sütundan və 5-ci sıradan çıxarsaq, deməli biz hər sətir, yəni hər sıra və hər sütunda 2 qəpik olunmasını təmin edə bilərik. Doğru cavab variantımız C variantıdır.